Putinlə oxuyan vaxtı tanış olmamışam. Mən onunla imtahan verən vaxtı abituriyent olanda həmən o universitetin koridorlarında tanış oldum. İlk tanışdığınız onda olub. Sən özün tələbə olmuşsan. Bəli. İmtahan verəndə orada görürdün də uşaqlar hamımız gəlir, hamı biri-birini tanıyır, büyün bir imtahan. O bir imtahana gələndə görürsən cəmaat biraz azalıb, amma bəziləri var, elədirmi? Bəli. Üçüncü imtahana gəlirsən, görürsən lap azalıb, amma görürsən gənə eyni adam bir salamlaşırsan, eləyirsən də. Bu aydın bir məsələdir. Bax, onunla bir də Xmarinlə, hansı ki, indiyənə kimi bir dostluq edirik. Onunla biz həmən o abituriyent olan dövr, imtahan verən dövrdə tanış olmuşuq. Həmin o dəhlizdə. Bəli. Halbuki hələ heç bilmirdik. Kim qəbul olunacaq, kim olmayacaq. Bu bizim üçün aydın deyil idi. Artıq bir-birimizi tanımışdıq, adımızı bilirdik. Amma indi belə alındı ki, üçümüz də qəbul olunduq. Orada da maraqlı bir şey idi. İndi gəlmişik, siyahı asılıbdır. Qorxa-qorxa gəlmişik, gedib o siyahıya baxa bilmirik. Hamı da gedib yəni ki, qəbul olunanların siyahısı. Qəbul olunanların siyahısı yazılır. Biz də üçümüz durmuşuq biraz qıraqda. Ürək eləmirsiniz yaxınlaşmağa. Heç kim ürək eləmir getməyə, baxmağa. Bu Xmarin bizdə boydan hündürdür. Bəli. Bu Putinlə ikimizin boynumuz eynidir. İndi bir-birimizə deyirik ki, mən buna deyirəm. Get bax. Get bax da. O deyir, niyə sən get bax da? O ona biz bir-birimizə deyirik. Axırı mən bu Xmarinə dedim ki, sənin boyun zanın, puxunun yaxşıdır. Orada da cəmaat durub, biz oraya girə bilməyəcəyik, biz görə bilməyəcəyik. Sən gənə yaxşısan, get bir onu bunu o yana bu yana itələ, bir qabağa get, bir bax. Bu getdi, indi orada siyahıya baxır, təbiidir ki, özdə nə tərif? Birinci özünə baxmalı. Hərflər də biraz şeydir də, yaxındır bir-birinə. Xmarin, Putin, Ragimov, bir-birinə yaxındır. Bu getdi oradan, çöndü, dedi ki, belə, indi bilmirik kimə deyir bu. Özünə deyir, bizə deyir, hansımıza deyir. Nəsə müəyyən olundu ki, mən də belə özünü deyir. Deyir ki, özünü göstərir ki, özüm. Keçmişəm. Özün nəyimə gərək, sən bizdən, məndən danış ki, mənim özüm maraqlandırır. Mən də belə göstərirəm ki, mən nə oldum yaxşı. Axtı gördüm, belə elədi. Dedim, aha. Dedim, Putini göstərdi. Baxdı, dedi. Yəni bizim tanışdığımız abituriyent olan vaxtı bax elə olubdur. Sonra da təbiidir ki, tələbəlik vaxtı da sonra belə alındı ki, elə şeylər var bizim üçümüzün marağımızdadır. Bir odur ki, biz üçümüz də idmançıyıq.